Saykən kəndi ayağı haqqıqlı, başı cıvıqlı olmaq şərti ilə 13-14 kəndin mərkəzi kəndi idi. Baxmayaraq Gölçən kəndi bizim kənddən böyük kənd idi, əhalisi çox idi, ancaq mərkəzi kənd bizim kənd idi. Köhnə vaxtlarda, Nikolay dövründə, ondan əvvəl də həmişə Çovxalıq Saykən kəndində olub, Çovxaların da biri-ikisi Qıraq kənddən olubsa, qalan hamısı Saykət kəndindən olub. Saykən kəndi çox qədimi kənddir. Qaraqoyunlu dərəsinin o 12-13 kəndin ümumi hamısının ilk qəbirstanlığı da bizim kənddə yerləşib. Kəndin qəbirstanlığın girəcəyində 2 dənə qəbir daşı, ilk yazılı səlnamə olan qəbir daşı var idi ki, onlar hardasa 1600-cü illərə təsadüf edirdi. Bu da bizim kəndin yaşını təxminən göstərir. Saykən kəndində ilk dəfə 1900-cü ildə dünyavi məktəb açılmışdır. O da Molla məktəbinin əsasında açılıbdır. İlk dəfə ibtidai sinif 4-cü sinifə kimi 1900-cü ildən 1920-ci ilə kimi fəaliyyət göstərib. Bu 1900-cü ildə eyni vaxtda 2 illik Rus-Tatar məktəbi də fəaliyyət göstərib bizim məktəbdə. 1920-1935-ci illərdə ibtidai sinif 7 illik təhsil olubdur. 1935-1945-ci illərdə və 1969-1988-ci illərdə orta məktəb 10-cu sinif 10 illik təhsil olmuşdur. 1946-1969-cu illərdə isə 8 illik həcmdə təhsil olmuşdur. Bizim uşaqlar 8 illik qutaranda da gedib Gölkətdə orta məktəbdə təhsil alırdılar. Qaraqoyunlu dərəsində ayağı Haqqıqlı kəndi var. Haqqıqlı Oycavan rayonuna baxır. Kərvansara rayonuna. Başı dağcılıqlı. Onlar hamısı gəlib ilk dəfə Saykətdə təhsil alıblar. Bizim kənddə müharibə ilindən sonra Gölkəndə dəyişiblər. Çünki orada 37-ci ildə dövlət hesabına böyük məktəb binası tikiblər. Ondan sonra məktəbi köçürdüblər Gölkən kəndinə. Bizim məktəbin məzunları ildə məsələ 30 nəfər, 40 nəfər qutaran var idisə, ən az onun 28-35-i qəbul olurdu instituta. O kənddə, o bizim məktəbdə ilk dəfə təhsil ocağının olmasından asılı olaraq bütün kəndlərdə bizim məktəbin məzunları müəllim işləyirdilər. O cümlədən Göyçə kəndlərində, Gölkən kəndində, Yanıqpəyədə, Qarağada, Saykətdə, Salahda, bütün kəndlərdə Saykəndin ziyalıları işləyibdir. Bizim məktəbimizin ilk direktoru olub Hətəmov Şamo Abdülkərimoğlu. O çox savadlı, çox elmli, həm də çox qoçaq, cəsur bir insan olub. Arada elə bil ki, 45-ci ildə Ruslar, ermənilər onu şəhərlik tutturublar. Ondan sonra Saykətdə məktəbin fəaliyyəti, 10 illik məktəbin fəaliyyəti dayanıb Gölkəndə keçibdir. Ondan sonra məktəbin direktorları olub. 1946-48-ci illərdə Əhmədov Qulu Abdullaoğlu məktəbin direktoru olmuşdur qısa müddət. Sonra 1964-65-ci illərdə Nəsibov İskəndər Əmirxeyir kəndindən bizim kənddə direktor işləmişdir. 1965-1970-ci illərdə Süleymanov Qurban Yusifoğlu. 1970-1978-ci ildə Ramazanov Köçəri Abdüləlioğlu Saykənd məktəbinin direktoru işləmişdir. 1978-1985-ci illərdə Mahmudova Gülarə Mustafa qızı və 1986-1988-ci illərdə Süleymanov Ayaz Mustafaoğlu Saykənd Orta Məktəbinin direktoru vəzifəsində işləmişlər. Məktəbdə təhsilə yanaşma çox yüksək səviyyə idi. Saykənd Orta Məktəbi elə bir akademiya idi. Orada elə bir müəllimlər var idi ki, heç bir təmənnasız yaxşı uşaqlar yığar başına hazırlayardılar. Ona görə Azərbaycanın bütün institutlarında, bütün universitetlərində bizim uşaqlar təhsil alıblar. Ona görə də bizim bu saat hazırda kəndimizdən 10 elmlər doktoru, 10 elmlər doktoru, onlardan biri Rusiya Elmlər Akademiyasının həqiqi üzvü və Rusiyanın əməkdar elm xadimidir. 13 nəfər elmlər namizədi, fəlsəfə doktoru alan bizim yetirmələrimiz var ki, onlar da bütün Azərbaycanın hər sahəsində işləyirlər, öz tövbələrini verirlər. Bizim məktəbdə həm müəllim, həm valideyn çox böyük dəstək olur uşaqlara.
Uşaqlar hamı elə bilirdi ki, onun birinci vəzifəsi oxumaqdır. Uşaqları göndərirdim, tutaq ki, çölə, heyvan dalınca otarmağa, qaytarmağa, əlində kitab gedərdilər. Ona görə də onlar hamısı elmə yiyələnə bilirdilər. Müəllimlər də kim harda rast gəldi, kömək eləyirdi. Birinci dərsini çox mükəmməl izah eləyirdi müəllim. Ondan sonra o dərsi tələb eləyirdi. Hansı bir şagird oxumayıbsa, müəllim onu bugünkü gün kimi deyil. Müəllim onu yaxşı tənbih eləyirdi, hələ qulağını da çəkib göndərirdi evə valideynlərinin üstünə. Heç vaxt onun valideyni gəlib deməz də, müəllim, mənim uşağımı niyə döydün, səbəbi nədir? Bilirdi ki, səbəbsiz yerə döyməzdir. Ona görə də uşaqlar hamısı elmli olurdular, savadlı olurdular, oxuyurdular. Məktəbimizin məzunları bizim qonşuluqda yaşayırdı. Məsələn, ataları müharibədən qabaq rəhmətə etmişdi. Yetim oğlanlar, 2 qardaş böyük idi, ikisi kiçik. O iki qardaş öz başına gəlib oxuyublar Bakıda. Biri bu saat hal-hazırda kimya elmlər doktoru, professordur. Bakıda kimya problemləri institutunda işləyirdi. İndi hal-hazırda o dəvət alıb Türkiyədə İzmir Universitetində müəllim işləyir. Amma hazırda pensiyasıdır. İkinci qardaşı yenə yetimliklə gəldi, özü oxudu. Torpaqşünaslıq institutunda iş götürdü, elmi iş müdafiə elədi. Ancaq elmlər namizədi doktorski müdafiəsinə qısa bir müddət qalmış, dünyasını dəyişib, o yarımçıq qalır. Əhmədov Misir Albaboğlu, Əhmədov Vəzir Albaboğlu. Ondan sonra Əhmədov Misir Albaboğlunun oğlu Əhmədli Pərviz Misiroğlu. Burada Bakıda doğulandı, hal-hazırda Türkiyədə yenə İzmit İnşaat Mühəndislər Universitetində çalışır. O da inşaat materialları üzrə elmlər doktoru, professordur. Hal-hazırda onu göndəriblər Səmərqənddə, Səmərqənd Memarlıq Universitetində dərs deyir. Sonra Süleymanov, Allahverdiyev Süleyman İfxanoğlu, Çaykən kəndinin məzunudur. Orta məktəbdə 1-2 il müəllim işləyəndən sonra gəlib Bakıya, Bakıda elm iş götürüb fizika riyaziyyat üzrə və müdafiə eləyib. Elmlər namizədi. Sonra fotosintez hadisələrinin araşdırılması, bu haqda bütün dünyanın bir 15 ölkəsində hazirələr o. Süleyman Allahverdiyev həm Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür, həm də Rusiya dövlətinin əməkdar elm xadimidir. Bizim kənddə məktəb çox zəngin idi. Məktəbin 2 dənə idman zalı, bayırda yox, içərdə, çöldə meydançası. Ondan sonra laboratoriyaları, fizika laboratoriyası, kimya laboratoriyası. Bunun hər biri çox zəngin idi. Uşaqlar bizdə keçdiyi dərsi hamısını əyani orada baxırdılar, əyani keçirdilər o dərsləri. İdman yarışları da bizim kənddə, məsələn, Novruz bayramı olanda, Novruz bayramı qabağı məktəbdə siniflər arasında yarış keçirərdilər. Ondan sonra qonşu kəndlərlə, o rayonun kəndlərinlə yarışlar, futbol, voleybol, basketbol yarışları keçirilərdi. Bu cümlədən məktəb komandası, safxozun komandasından belə tədbirlərimiz olardı həmişə. Mən Qərbi Azərbaycanlı olaraq umud eləyirəm ki, yaxın gələcəkdə biz öz doğma vətənimizə qayıdacağıq, öz məktəbimizi təzədən dirçəldəcəyik, uşaqlarımızı yığacağıq oxuyub təhsilə. Bizim məktəblər elə bil uşaqlar bir dəfə atmışdılar, bir fraqment göstərir şəkildə. Biologiya, anatomiya dərsindən skeletlər var idi. O erməni o skeleti istifadə eləməyib, pəncərənin qabağına, şkafın üstünə atıb, o da görsənir. Bizimkilər, bizim məqsədimiz odur, qayıdaq, onları hamısını bərpa eləyək. Müəllimlərimiz kimi buradan qayıdar, kimi təyinatla gələr, orada təzədən bərpa eləyək. Çaykənd məktəbi böyük bir akademiya idi hesab elə. İkinci bir ailə haqqında danışmaq istəyirəm. Çaykənd kəndində Sevdim Aliyev, Məmmədalı müəllim var idi. Onun da evindən bu saat 3 dənə, 2 dənə elmlər doktoru, 1 dənə elmlər namizədi var. Yusif müəllim Sevdim Aliyev, Məmmədəlioğlu, riyaziyyat elmləri doktoru, professordur. Hal-hazırda Azərbaycan Dövlət Universitetində, Bakı Dövlət Universitetində işləyir. Qardaşı Ramiz Sevdim Aliyev Məmmədəlioğlu yenə Bakı Dövlət Universitetində işləyir. Yusif müəllimin qızı hüquq elmləri namizədidir.
öz sahəsində çalışır. Başqa bir tayfadan, başqa bir nəsildən danışmaq istəyirəm. Babayevlər. O Babayevlərin də bu saat elə bir evdən, bir ailədən 3 dənə alimləri var. Onun ikisi genə Babayev Nəbi Miroğlu, kimya elmlər üzrə fəlsəfə doktor və professor. İkinci oğlu fizika üzrə Türkiyədə yaşayır. Babanlı Arif Miroğlu. O da fizika üzrə fəlsəfə doktoru, professordur, Türkiyədə çalışır. Bir də əmisi qızı Babayeva Hafizə, Mansurova Hafizə Eldar qızı. O da tibb elmləri üzrə fəlsəfə doktorudur. Biz oxuyan vaxtı hamı sentyabrın 1-ni gözləyir. Hamı paltar, təzə paltar, təzə sarışqa, təzə ayaqqabı geyinib sevinə-sevinə gedirdilər. Elə bil ki, böyük bir şənliyə gedirlər. Orada da müəllimlər, direktor bayırda onları qarşılayırdılar. Meydançada düzürdülər. Bir təntənəli, gürültülü bir çıxışlardan sonra məktəbə onlar sinifə buraxılırdı. Ondan sonra başlayırdı dərs keçməyə. Dərslər də həmişə bizdə müntəzəm yaxşı keçilib. Ola bilər düzdür, arada şulu uşaqlar da olub, oxumayan da olub, onu da yola veriblər. Ona görə də bizim kənddə elmə, mədəniyyətə yüksək qiymət verirlər. Son zəngdə o cümlədən hamı yenə həvəslə gedirdi, hamı gözləyirdi, son zəng salınacaq, evə buraxılacaq. Evə buraxılanda da o uşaqların balaca ibtidai sinifi demirəm, 5-ci sinifdən yuxarı hamı yayda valideynlərinə, bizim təsərrüfata, safxoza kömək edərdi, ot yığımına, bəzi işlər görmək kömək edərdilər. Yayda da boş durmazdılar. Həm də yayda da keçdiklərini təkrar edirdi uşaq. Saykənd kəndi 2 dağın, Murğuz və Söyüqbulaq dağının, Kiçik Qafqaz sıra dağlarının arasında əzəmətli bir yerdə 3-4 çayın birləşməsində yerləşirdi. Ona görə də adı Saykənd kəndi. O qədər gözəl təbiəti var idi ki, adam buranı görəndən sonra istəməzsən geri qayıdasan, gedim şəhərdə yaşayım, harda yaşayım, istəməzsən onu.